Sel suları nəticəsində bizim də körpümüzü su aparmışdı. Şagirdlərin gediş-gəlişində ciddi problemlər yarandı. Evdə dağılıb, zabır dağılıb, hamısı ev gedib. Yaşayış mümkün deyil. İcra hakimiyyətindən gəlmişdilər, hamısı gəldilər, köməklik göstərdilər. Buradan ailənin çıxmaq üçün də. Bu ilki gələn sellər mənim bu evimi bu günə qoydu. Buradan təxliyə olunduq, təzə evlə təmin olunacaq. Dövlətimizə minnətdaram. Çox ziyan vurub, əşyalarımı aparıb, evimi dağıdıb, evim uçulub. Dərhal gəldilər, icra nümayəndəsi, Fövqəladə Hallar Komissiyası gəlib nəzərə alıblar. Yəni köməklik eləyirlər. Keçən il deməli aprel ayının 16-sında gələn sel nəticəsində qardaş mənim evim qəzalı vəziyyətdə düşmüşdü. Bu il də yenə həmin təkrarlandı, yenə sel gəldi. Lap da üzərdə ev yıxılır. Çıxmışıq, yəni təxliyə olunmuşuq. Mart ayının sonu, aprel ayının əvvəllərində şimal regionunda yağan aramsız leysan yağışlar nəticəsində bütün rayonlarda olduğu kimi Xaçmaz rayonunda da bol sulluq qeydə alındı. Rayon ərazisindən keçən çaylarda daşqın halları qeydə alındı və rayon ərazisində 1022 evdə su basma hadisəsi qeydə alınmışıq. Qısa bir zamanda rayon Fövqəladə Hallar Komissiyası toplanaraq müzakirələr apardı və bütün bu sel suları basmış ərazilərdə baxış keçirildi. 41 vətəndaşımızın yaşadığı Samurçay qəsəbəsində yol tam yularaq, yol kənddən qəsəbə ilə əlaqə tamamilə kəsilmişdi. 2 elektrik dirəyi aşmışdı. Qısa bir zamanda Azərişıq tərəfindən və Azəravtoyol tərəfindən kəndə, qəsəbəyə gediş-gəliş bərpa edildi. Köməksiz vəziyyətdə qalan 37 nəfər tam təhlükəsiz şəraitdə təxliyə edildi və müvəqqəti məskunlaşmaq üçün yaşayış şəraiti ilə təmin ediliblər. 2 körpümüz qəzalı vəziyyətə düşmüşdür. Birində hal-hazırda nəqliyyatın hərəkəti qismən bərpa edilib piyadalar üçün və yüngül minik avtomobillər üçün. Digər Aşağı Zeyd və Çılğır kəndlərin birləşdirən avtomobil yolu isə hərəkət tamamilə məhdudlaşdırılmışdır. Amma buna baxmayaraq Azəravtoyol tərəfindən qısa bir zamanda operativ olaraq kənd əhalisinin gediş-gəlişini təmin etmə məqsədi ilə alternativ körpü müvəqqəti olaraq bərpa edilmiş və əhalinin istifadəsinə verilmişdir. Su basmasına məruz qalmış 1022 evin hər birinə fərdi olaraq baxış keçirilir tərəfimizdən. Hal-hazırda 18 evin tikintisi üçün Cənab Prezident tərəfindən vəsait ayrılmışdır və qısa bir zamanda da həmin evlərin tikintisi təmin ediləcək. İşlərimiz də bütün il boyu davam etdiriləcək.